Salam xanımlar, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? İnşallah hər biriniz yaxşı olarsınız. Mən yenə uşaqlar üçün səhər yeməyi hazırlamaqla başlayıram. Uşaqlar üçün maraqlı olsun deyə bu formada ürəkli qəliblərlə kalbasanı kəsib, qızardıb, üzərinə yumurta vururam. Uşaqlara səhər yeməklərini verdikdən sonra sizə hazırladığım ürəkli sevgililər gününə özəl olan kurabiyələri göstərim. Bunların reseptini YouTube kanalımda paylaşmışam, yemək kanalımda paylaşmışam. Oradan reseptini izləyib hazırlaya bilərsiniz. Daha sonra keçirəm kələm dolması bişirməyə. Kələmlərimi gördüyünüz kimi pörtürəm və büküb qazana yığıram. Ara hissələrinə kartof yığıram ki, daha yeməyin dadı kartofa keçsin. Uşaqlar kartof sevir deyə, özüm də sevirəm deyə bu formada bu üsulla edirəm. Yeməyimi hazır edib qoyuram üzərinə bişməyə. Daha sonra uşaqlarla düşüb həyətdə biraz vaxt keçirdirik. Onlar biraz oynayıb enerjilərini açsınlar. Daha sonra mən də öz işlərimə davam edim. Burada isə yoldaşım evə bazarlıq etmişdi. Dedim onu da sizə göstərim. Siz bazarlığı necə edirsiniz? Aylıq və ya günlük? Şərhlərdə yazın, söhbət edək. Bunlar isə yoldaşımın mənə sevgililər günü hədiyyəsi. Hər birinizi təbrik edirəm. Hər zaman sevib sevinin inşallah. Vlogumu bura qədər izlədinizsə, deməli vloqum sizin üçün maraqlıdır. Zəhmət olmasa abunə olun və zəng işarəsini aktivləşdirin ki, yeni vloqlardan xəbərdar olasınız. Sonda isə bu formada sizə gəzintilərimizi göstərirəm. Bunlar fərqli günlərdə çəkilmiş vloqlardır. Sizin üçün birləşdirib bir video halına gətirmək istədim. Sizin üçün hansı vloqlar maraqlıdırsa, zəhmət olmasa şərhlər bölməsində qeyd edin. Ən çox o haqda vloqlar bölüşüm.